Salam. Bəzən insanlar artıq çəkilərin olmasına baxmayaraq mədəkiçismə əməliyyatından çəkinirlər və sual verirlər ki, doktor, bir çox insanlar mədəkiçismə əməliyyatı olunmasına baxmayaraq əməliyyatdan sonra ciddi fəsadlarla rastlaşırlar. Bu yüzden biz də bu əməliyyatdan çəkinərək bu əməliyyata gəlmək istəmirik. Biz nə edə bilərik? İlk öncə onu vurğulamaq istəyirəm ki, mədəkiçismə əməliyyatı sizin çəkindiyiniz həmin bəd xəstəliklərin yaranmasına səbəb olacaq faktor deyildir. O xəstəliklərin yaranmasına, əgər genetik faktor varsa, həmin xəstəlik insanda varsa, gizli gedirsə, bəli, mədəkiçismə əməliyyatından sonra aqressivləşə bilər. Amma mədəkiçismə əməliyyatı birbaşa xərçəngə çevriləcək bir əməliyyat deyildir. Və mədəkiçismə əməliyyatı o halda icra olunur ki, bədən çəki indeksi 35 və üzərində olan insanlardır. Bəzən insanlar müraciət edir ki, bəs mən arıqlamaq istəyirəm. Ölçüb baxdıqda görürük ki, bunun bədən çəki indeksi 35-in altındadır. Bu halda təbii ki, biz həmin insanlara mədəkiçismə əməliyyatı deyil, digər alternativ variantları, aktiv hərəkət tərzini, həyat tərzini, diyeta proqramlarını və mədə balonu kimi alternativ variantları təklif edirik. Bu variantlar qalıcı effekti deyil, insanın iradəsinə və həyat tərzinə bağlıdır. Əgər insan deyilən qaydalara əməl edərsə, həmin variantlardan da faydalana bilər və yararlana bilər. Gələcəkdə qaydaları pozduqda təbii ki, artıq çəki alma ehtimalı mövcuddur. Bu, mədəkiçismə əməliyyatında da mövcuddur. Sadəcə itirilmiş artıq çəkinin 20-30% civarında yenidən 3-5 ildən sonra çəki ala bilərlər. Bu, insanların artıq həmin müddət ərzində qoyulmuş qaydaları pozması nəticəsində meydana gələn arzuolunmaz haldır. Sizdə və yaxınlarınızda artıq çəkidən əziyyət çəkən insanlar varsa, buyurun videonun altına suallarınızı ünvanlayın. Mən Doktor Ramil Nadirov sizin suallarınızı cavablandıracağım.